İstifadə etdiyiniz ət məhsulu təhlükə daşıyıcısı ola bilər. Qara yara, yəni Sibir xorası heyvanlardan insana keçən zoonoz xəstəliklərdən biridir. Bu, xəstəliyə səbəb olan bakteriyanın saniyələr içində həm heyvan, həm də insan həyatını təhlükəyə atdığı məlumdur. Yoluxmuş heyvanlar heç bir əlamət göstərmədən qəfildən ölür. Bu xəstəlik daha çox kənd təsərrüfatı heyvanları, məsələn malqara, qoyun və atlar arasında geniş yayılıb. Əgər aldığınız ət və süd baytar nəzarətindən keçməyibsə, sizin və ailənizin sağlamlığı üçün ciddi risklər yarana bilər. Xəstəliyin qarşısını almaq üçün heyvanları vaxtında peyvəndləmək, kəsimi baytar nəzarətində aparmaq, baytar nəzarəti olmayan ət və süd məhsullarından uzaq durmaq, eləcə də gigiyena qaydalarına əməl etmək vacibdir. Qarayara əleyhinə peyvəndlənmə tam ödənişsiz şəkildə həyata keçirilir. Unutmayın, sağlam və təhlükəsiz süfrə sağlam seçimdən başlayır.